Bugün sizlərə Siyəzən və Şabranın bölüşdürə bilmədiyi Hüseynbulağı adlı istirahət mərkəzindən çəkdiyim vloqu bölüşəcəm. Azərbaycanımızın hər güşəsi, hər rayonu bizim üçün doğma və əzizdir. Eyni ilə yaşadığımız rayonun bu cür nə gözəllikləridir. Buranın havası, suyu o qədər gözəldir ki, nə qədər çalışsam da videodan bunu sizlərə ötürə bilmərəm. İndi isə sizi quşların səsi, meşənin harmoniyasından baş-başa buraxıram. Hər şeyin ən gözəli təbiətdən alınandır, boşuna deməyiblər. Kül vasitəsilə bütün qabları, stəkanları ağappaq və tərtəmiz etdik. İstənilən istirahətin olmazsa olmazı Samavar çayında çay içməkdir. Və beləliklə vlogumun sona yetir. Yorum yazmağı, takip etməyi unutmayın. Səhifə yenidir. Dəstəklərinizi gözləyəcəm.